Ümumi informatikanın üç dənə əsas tərkib hissəsi var: hardware, software və bilinməyə. Bu gün öyrənirik hardware, yəni proqram, daha doğrusu aparat təminatını. Ümumiyyətlə, aparat təminatı, texniki təminat deyəndə ağlımıza nələr gəlir? Texniki qurğular, qurğular kompleksi gəlir. Həmçinin onlardan istifadə qaydaları gəlir. Deməli, hardware mövzusunda biz bunların hər birini öyrənəcəyik. Ümumiyyətlə, kompüter nədir? Kompüter dedikdə informasiyanın emal olunması üçün istifadə edilən qurğular kompleksi başa düşülür. Ümumiyyətlə, kompüter sözünün mənası da elə hesablayıcı deməkdir. Ona görə də biz kompüteri öyrənəndə birinci hesablama vasitələrinin qısa inkişaf tarixini öyrəndik. Baxın, elə birdən-birə kompüter yaradılmır. Birdən-birə kimin ağlına gəlmir ki, hə, durum gedim kompüter yaradım. Kompüterin yaradılması anlayışı öncə hesablama prosesinin avtomatik icrası ilə başlayır. İcrasını etmək üçün qurğuların yaradılması ilə başlayıb. Məsələn, baxın belə başa salın. İlk hesablama vasitəsi olaraq barmaqlar və daşlar istifadə edilmişdir. Və ilk hesablama aləti olaraq isə abak, salamin lövhəsi istifadə edilmişdir. Bunlar belə deyim, hər hansı avtomatik əməliyyatı icra edə bilmirdi. Yəni burada insan rolu vacib idi. Amma daha sonraki dövrlərdə Blaise Pascal tərəfindən Pascalina, yəni cəmləyici maşın yaradıldı. Bu cəmləyici maşın adından da məlum olduğu kimi cəmləmə funksiyasını icra edirdi. Sonra Wilhelm Leibniz tərəfindən mexaniki arifmometr yaradıldı. Bu da cəmləmə, çıxma, vurma, bölmə kimi əməliyyatları icra edə bilirdi. Sonra keçirik Charles Babbage ideyasına. Deməli, Charles Babbage'in analitik maşın ideyası deyə bir ideya var idi. Burada ideya bundan ibarət idi ki, verilənlər perfekatla daxil edilməsi və nəticələrin ambarda saxlanması idi. Sadəcə olaraq bu ideya həmin dövrdə reallaşdırıla bilmədi. Ümumiyyətlə, ideyanın məğzini sizə belə izah edeyim. Baxın, Charles Babbage'in ideyası bundan ibarətdir ki, insan iştirakı olmadan hesablamanın avtomatik aparılması prosesi. Ümumiyyətlə, bu hesablamanı insan aparmırsa, deməli, insanı əvəz edən nəsə bu prosesi avtomatik icra etməlidir. Bəs bu nə ola bilər? Təbii ki, proqram anlayışı. Amma həmin dövrdə bunu icra edəcək bir proqram anlayışı yox idi ortada. Yəni, sadəcə görürsüz, ideya olaraq başlamışdı. Amma sonraki dövrlərdə Ada Lovelace tərəfindən proqram anlayışı yaradıldı. Sonra Alan Turing və Post adlı iki alim proqramla işləyən kompüterin nəzəri əsaslarını qoydu və nəhayət Konrad Zuse tərəfindən proqramla idarə olunan ilk kompüter yaradıldı ki, bu da Z3 kompüteri adlandırıldı. Yəni, gördüyünüz kimi ortaya sadəcə ideya qoyulmuşdu, amma ideyadan sonra ideyanın nəticəsində ortaya bir dənə kompüter çıxdı. Yəni, hər şey o ideyadan başladı. Və beləliklə də ilk universal kompüter 1946-cı ildə yaradıldı. Bu kompüterə deyildi ENIAC kompüteri və bu kompüterin yaradılmasında John von Neumann, Goldstein və Beris kimi alimlərin iştirakı olmuşdu. Bu kompüterin ölçüsü çox böyük idi, 28 ton idi. Yaradılmasına 18 minə qədər elektron lampa istifadə edilmişdi. Məsələn, bu şəkildə siz kompüterin sadəcə bir tərəfdən olan görünüşünü görürsünüz. Yəni, kompüter bu qaydada yaradılıb, yoldaşlar. Burada sizə vacib olan nədir? Sadəcə kim hansı qurğunu yaradıb və qurğu nə iş görür şəklini öyrənəcəksiniz. Daha illəri əzbərləməyinizə ehtiyac yoxdur. Yəni, il, tarix əzbərləməyəcəksiniz. Keçək kompüterlərin inkişaf tarixinə görə, yaranma tarixinə görə təsnifatına. Kompüterlərin yaranma tarixinə, element bazasına görə kompüterlər 6 qrupa bölünür, yəni 6 nəslə bölünür. Deməli, bunlar hansılardır? 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı nəsillərdə uyğun olaraq. Bu sualı özü ilə qəbul sualı olub ki, keçən il kompüter nəyə görə nəsillərə bölünür? Element bazasına. Yaxşı, bu element bazası nədir ki? Element bazası deyəndə, yəni bu kompüterin qurulmasına istifadə edilən əsas elementlər başa düşülür. Baxaq indi bir-bir nəsillərə. Elə birinci nəsildən, yəni ilk yaradılan kompüterlərə baxaq. Deməli, ilk yaradılan birinci nəsil kompüterlərin element bazası elektron lampalar olmuşdu. Yəni, baxın, bu şəkildə fikir versəniz, bu kompüterlərin əsasını elektron lampalar təşkil edir. Yəni, bu divarda gördüyünüz hamısı nədir? Lampalardır. Yəni, bu lampalar əsasında yaradılır.
Bu kompüterlərin xarici yaddaş qurulusu isə perfakart olmuşdu. Baxın, perfakart görsüz lövhələrdir. Bu lövhələr üzərində nə yerləşir? Bu lövhələr üzərində ədədlərin ikili kodları yer alır. Yəni, buradan da belə başa düşə bilirik ki, bu nəsil kompüterlər, yəni birinci nəsil kompüterlər sadəcə ədəd tipli informasiya ilə işləyir. Yəni, onda tətbiq sahəsi nə olar sizcə? Bu kompüterlərin tətbiq sahəsi də məntiqə riyazi məsələlər olacaqdır. Bu kompüterlər qabarit ölçülərinə görə çox böyük, iş etibarlılığı, işləmə sürəti yaddaş tuluna görə də çox az idi. Məhsuldarlığı da aşağı idi, yəni bir saniyədə 10.000 əməliyyat icra edilə bilirdi. Yəni bunları öncə bu şəkildə izah edirik. Baxın, burada sizin üçün əsas taktik olaraq nəyi deyə bilərəm? Bu qabarit ölçüsüdür, iş etibarlılıqdır, işləmə sürəti, yaddaş tulunudur. Bunu hər dəfə təkrar əzbərləməyə ehtiyac yox. Yadınızda bir şeyi saxlayın ki, bir də gözür istəyirəm. Deməli, burada onu bilin ki, qabarit ölçüləri növbəti nəsillərə keçdikdə kiçilir, amma iş etibarlılığı, işləmə sürəti, yaddaş tutumu isə əksinə artır. Yəni, bu elə bir növ tərs mütənasib olaraq dəyişəcək. Sonra tətbiq sahəsində riyazi məsələlər olduğunda bu perfekartlardan və yalnız üzərində ədədlərin ikili kodların saxlanmasından başa düşmək qədər də çətin deyil. Birinci nəsildən bu qədər uşaqlar. Keçirəm ikinci nəsil kompüterlərə. İkinci nəsil kompüterlər isə element bazası bu tranzistorlar və yarımkeçirici diodlar idi. Baxın, bu bir dənə diod bir neçə elektron lampanın funksiyasını özündə birləşdirir. Bu da nə demək olur? Onda deməli bu nəsildə kompüterin ölçüsü daha da kiçilmiş olur. Xarici yaddaş qurğusu kimi isə bu dəfə maqnit lentlərindən istifadə edilir. Yəni maqnit lentin də siz kasetlərdə falan görmüsünüz. İndi bu gördüyünüz biraz ölçüsü böyük olan versiya, yəni ölçüsünə görə daha böyük olan bir yaddaş qurğusudur. Maqnit lentin ilk versiyasıdır. Deməli, maqnit lentin ilk versiyası budur və bu yaddaş qurğusunun tutumu artdığı üçün burada ədədlərlə yanaşı həm də mətin tipli informasiya emal oluna bilirdi. Ona görə deyirik ki, ilk dəfə mətin tipli informasiyanın emalı və ilk dəfə alqoritmik dildən istifadə ikinci nəslə aiddir. Yaxşı, bu alqoritmik dildən istifadə hansı sahənin inkişafına gətirib çıxaracaqdır? Sizcə, alqoritmik dilin istifadəsi hansı sahəni daha çox inkişaf elətdirəcək uşaqlar? Brainware sahəsi. Nə? Brainware. Alqoritmik Brainware və əslində düz deyirsən, alqoritm o daha proqramlaşdırma sahəsinin və proqramlaşdırma sahəsinin inkişafına gətirib çıxardı. Düzdür bəli. Deməli, bu qaydada bu sahə artıq inkişaf eləmiş olacaq və öz əksini növbəti nəsildə, yəni üçüncü nəsildə görəcəksiniz. İkinci nəsildən bu qədər. Keçək üçüncü nəslə. Ümumiyyətlə, ən çox yeni uşaqlar üçüncü nəsil kompüterlərdə olub. Səbəb bəs nədir? Niyə üçüncü nəsildə bu qədər çox yenilik olacaq? Çünki həm qurğu tərəfdə ciddi inkişaf olub, həm proqram tərəfdə. Çünki artıq alqoritmik dildən istifadə edilirdi deyə, proqramlaşdırma tərəf olduqca sürətlə inkişaf etdirildi. Texniki tərəfdə, qurğu tərəfdə necə bir inkişaf var idi? Əvvəllər birinci, ikinci nəsil kompüterlərdə blok anlayışı yox idi. Amma üçüncü nəsil kompüterlərdə kompüter ayrı-ayrı hissələrdən, yəni bloklardan təşkil edilir. Yəni blok da nədir? Yəni ayrıla, dəyişdirilə bilən, əvəz edilə bilən bir tərkib hissəsi olaraq başa düşülür. İndi gəlin baxaq bu yeniliklərə. Üçüncü nəsil kompüterlərin element bazası integral sxemlər və mikroelektronika olmuşdu. Xarici yaddaş qurğusu kimi isə maqnit diski istifadə edilmişdi ki, günümüzdə də maqnit diskinin müxtəlif növlərindən istifadə edilir. Sərt maqnit diski, optik maqnit diski, elastik maqnit diski bu növlərindən istifadə edilir. Qabarit ölçüləri nisbətən kiçik, hesablama məhsuldarlığı isə böyük artmışdı. Aparat və proqram vasitələri artıq birgə istifadə edilə bilirdi. İlk dəfə əməliyyat sistemi istifadəsi üçüncü nəslə təsadüf edir. Əməliyyat sistemi nə idi? Kompüterin işini idarə edən əsas proqram təminatıdır. Monitor və klaviaturadan istifadə edilmişdir. Burada əməliyyat sistemi və monitor və klaviaturanı əlaqələndirə bilərsiniz. Necə?
Əməliyyat sisteminin əmrləri hardan daxil ediləcəkdir? Klaviaturadan. Əmrlər harda öz əksini tapacaqdır? Harda əks olunacaqdır? Monitorda. Ona görə monitor və klaviaturanın istifadəsi ilə əməliyyat sistemi istifadəsi təsadüfi deyil. Multiproqram rejimindən istifadə edildi. Eyni zamanda yəni bir neçə proqram istifadə edilə bilir. Sonra modul prinsipi. Modul prinsipi nədir? Dedik axı qurğu tərəfdə əsas inkişaf nə idi? Blok anlayışı idi. Modul prinsipinə görə yeni funksional bloklar qoşmaqla kompüterlərin imkanı artırılacaqdır. Yəni blokların sayını artırmaqla və yaxud da funksional imkanı daha yaxşı olan blokları əvəz etməklə kompüterin imkanı, funksional imkanları genişləndirilirdi. Asynkron dəyişdirilə bilən quruluş dili yenə bloklarla bağlıdır. Hər hansı bir blok sıradan çıxandan sonra onu başqasından əvəz etmək də mümkün olurdu. Bu hal-hazırki dövr üçün çox adi bir şey kimi gələ bilər sizə, amma həmin dövr üçün bu böyük bir kəşf idi və böyük bir yenilik hesab edilirdi. Sonra teleemal sistemlərinin yaradılması, yəni kompüterə uzaqdan müraciət, sonra sual-cavab, vaxt bölgüsü, paket emal rejimlərdən istifadə də yenə 3-cü nəslə aid edilir. Gördüyünüz kimi bunların hamısı, bu sadaladığımız yeniliklərin hamısı məhz 3-cü nəslə aiddir. Və keçək 4-cü nəslə. 4-cü nəsil kompüterlərin element bazası böyük və çox böyük integral sistemlər olmuşdur. İndi fikir versəniz, fərq nədir? İkinci nəsildə mən sadəcə nə dedim? İntegral sistemlər və mikroelektronika dedim, düzdürmü? 4-cü nəsildə nə deyirəm? Böyük və çox böyük integral sistemlər. Yəni bu sözlərə çox diqqət edin. Böyük, çox böyük integral sistem deyirsə, 4-cü nəsildən söhbət gedəcək. Amma eləcə integral sistem deyirsə element bazası olaraq 3-cü nəsildən söhbət gedir. Sonra ilk dəfə fərdi kompüterlərin istifadəsi də 4-cü nəslə təsadüf edir. Fərdi kompüter nədir? Yəni mütəxəssisə ehtiyac duymadan hər bir istifadəçinin istifadə edə biləcəyi kompüter idi. Yəni sizin istifadə etdiyiniz kompüterləri nümunə olaraq göstərə bilərik. Bu 4-cü nəsildə, yəni 1980-ci illərdən istifadəyə verilmişdir. Yəni kütləvi şəkildə istehsal edilmişdir. Bir də əməli yaddaşla bağlı ümumi bir yenilik nədir? Ümumiyyətlə, əməli yaddaş dediyimiz anlayış daxili yaddaşdır. Bunu xarici yaddaşla qarışdırmayın. Yəni birinci, ikinci, üçüncü nəsildə dediyimiz xarici yaddaşla qarışdırmayın. RAM əməli yaddaşdır. Yadınızda saxlayın ki, birinci, ikinci, üçüncü, yəni hər 3 nəsildə əməli yaddaş maqnit nüvələrində qurulurdu. Amma 4-cü nəsildə isə əməli yaddaş integral sistemlərdə qurulurdu. Bu da onun tutumunun və sürətinin artmasına səbəb olmuşdu. İndi buradan çaşdırıcı məqam nədir? Əgər element bazası kimi integral sistem verilibsə, bilin ki, bu da 3-cü nəslə aiddir. Yox, RAM olaraq, yəni əməli yaddaş olaraq integral sistem verilibsə, bu isə deməli 4-cü nəslə aiddir. Yəni hər ikisində integral sistem ifadəsi var. Yadınızda saxlayın ki, integral sistem 3-cü nəslin element bazasıdır. 4-cü nəsildə isə əməli yaddaşla bağlıdır. Bunlar bir-birindən qarışdırmayın. Testlərdə şərti düzgün və diqqətli oxuyun. 5-ci nəsil kompüterlər isə bugünün və gələcəyin kompüterləridir. Bu kompüterlər 1980-ci ildə Yaponiyada qəbul edilmiş dövlət proqramı əsasına yaradılmışdır. Və 5-ci nəsil kompüterlərin üzərinə əsas 4 dənə tələb qoyulur. Birinci tələbimiz nədir? Təkmilləşdirilmiş insan-maşın interfeysinin yaradılması, təbii dillərdən istifadə, biliklər bazasının və süni intellekt sistemlərinin yaradılması üçün məntiqi proqramlaşdırmanın inkişafı, hesablama texnikasının istehsalında yeni texnologiyaların yaradılması, bir də kompüterlərin və hesablama komplekslərinin yeni arxitekturasının yaradılması idi. Yəni 4 dənə tələb var idi. Son olaraq 6-cı nəsil kompüterlər isə neyrokompüterlərdir. Neyrokompüterlər dedikdə real neyron əsasında real neyronun əsas xassələrini modelləşdirən süni neyron şəbəkəsi başa düşülür. Deməli, bu da belə uşaqlar. Beləliklə, biz nəsilləri yekunlaşdırmış olduq. Baxın, bu slaytda da ümumi olaraq nəsillər haqqında hər şey qeyd edilir. Yəni, birinci nəslin, ikinci, üçüncü nəslin uyğun olaraq element bazaları nədir?
xarici yaddaş nədir, əməli yaddaş nədir, hansı yeniliklər var idi. Bunların hamısını bu saytda qeyd eləmişəm. Siz də buradan daha yığcam formada öyrənə bilərsiniz uşaqlar. Buyur Mirsadiq. Axşamınız xeyir. Axşamınız. Burada elə ancaq bu cədvəli məncə bilsək kifayət eləyər də. Bir də alimlərin adlarını, deyilmi? Bəli, bəli, aslında hə. Təşəkkürlər. Başda buyurun. Ondan sonra keçək komputerin arxitekturası və strukturu. Ümumiyyətlə, ilk öncə arxitektura və strukturun nə olduğunu bilək. Bunun özü ilə qəbulda sual kimi istifadə edilib tərifləri. Komputer struktur dedikdə, komputerin tərkib hissələri və onlar arasındakı əlaqələr başa düşülür. Komputerin arxitekturası dedikdə isə, həmin tərkib hissələrinin öz aralarında necə və yaxud da hansı qaydada əlaqələnməsi başa düşülür. Ümumiyyətlə, yəni tərifləri fərqləndirəndə əsas bu necə əlaqələnmə, hansı qaydada əlaqələnmə ifadəsinə baxın. Bu varsa, deməli arxitekturadır. Bu necə, hansı qaydada əlaqələnmə ifadəsi yoxdursa, deməli söhbət strukturdan gedir. Komputer strukturu Neymannın, ilk 4 nəsil komputer strukturu Neymannın prinsiplərinə əsaslanır. Neymannın da, John von Neymannın da 4 dənə əsas prinsipi var. Çox vacibdir, diqqətlə dinləyin. Birinci prinsip, komputer proqramla idarə olunan avtomatdır. Yəni, komputer işləməsi üçün proqram mütləq lazımdır. Həqiqətən də telefonunuzu, kompüterinizi proqramsız təsəvvür edə bilirsinizmi? Yox. Ümumiyyətlə, kompüter telefon prosesləri avtomatik icra etmək üçündür. Proqram yoxdursa, prosesləri avtomatik icra edəcəkdə nəsə olmur. Ona görə də proqram olmadan kompüter olmaz. Ondan sonra keçək ikinci prinsipə. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Yaddaş xətti bir ölçülüdür. Burada çaşdırmaq üçün ardıcıl sözünün yerinə paralel yazıb diqqətli olun. Ondan sonra üçüncü prinsipimiz, əmrlərlə verilənlər arasında fərq yoxdur. Ümumiyyətlə, verilən nədir? Kompüterdə kodlaşdırılan məlumat. Əmrlər də həmçinin eyni qaydada olur. Sonra keçək dördüncü prinsipimizə. Verilənlərin təyin edilməsi. Aparat yox, proqram səviyyəsində aparılır. Bu da birinci prinsipə əlaqələndirib yadda saxlaya bilərsiniz. Kompüteri idarə edən proqramdırsa, verilənləri təyin edəndə proqramdır. Həm də bunu belə başa düşə bilərsiniz uşaqlar, mahiyyət olaraq. Baxın, istənilən tip verilən, bu hesabı olsun, mətin olsun, məntiq olsun, fərqi yoxdur. Hamısı 0-1-lərlə kodlaşdırılır, düzdürmü? Yəni, qrupu sadəcə bu 0-1-ləri tanıyır. Amma ki, bu verilənin növü, məsələn, bu hansı növ verilən olması, buna aid edən proqramdır artıq. Yəni, qrupu buna aid edə bilir. Onsuz da bütün növlər 0-1-lərlə kodlaşdırılır. Bunu ayırt edən, təyin edən nədir? Proqramdır. Ona görə deyirik ki, verilənlərin təyin edilməsi aparat səviyyəsindən yox, proqram səviyyəsində aparılır. Və beləliklə də 4 dənə prinsipi öyrənmiş olunuz. Sonra həmin Neymannın prinsipləri əsasında kompüterin arxitektura və struktur sistemlərinə baxaq. Kompüterin arxitekturası 3 sahəyə ayrılır. Hesablama məntiqi imkanları, aparat vasitələri və proqram vasitələridir. Hesablama və məntiqi imkanlara əmrlər sistemi, verilənlərin formatları və işləmə sürəti aiddir. O, hər hansı məntiqi əlaqə qura bilmir tələbələr bu haqda. Ona görə yadda saxlaya bilmir. Ona görə bunu taktika ilə izah edəcəm. Bax, bu ifadəni yadda saxlayın. Əmr, ver, işlət. Buradan əmrlər toplusu, verilənlərin formatları və işləmə sürətini məncə hamınız yadda saxlaya bilərsiniz. Yəni, bu üçünü bu ifadə ilə yadda saxlaya bilərsiniz. Yerdə qalan iki qrup isə asanlıqla yadda qalacaq. Çünki aparat vasitələri deyəndə ağlımıza texniki tərəf gəlir. Yəni, kompüterin strukturu, yaddaşın təşkili, giriş-çıxışın təşkili, idarə etmə prinsipləri gəlir. Proqram təminat deyəndə, proqram vasitələri deyəndə elə proqram təminatı ağlımıza gəlir. Yəni, əməliyyat sistemi, proqramlaşdırma dilləri və tətbiqi proqram təminatı. Və beləliklə, kompüterin arxitektura sistemini öyrənmiş olduq. Yəni, bu qaydada bu sistemi mütləq əzbərləmək lazım gəlir. Növbəti baxaq kompüterin strukturuna. Kompüter iki hissədən ibarət uşaqlar. Mərkəzi hissə, bir də periferiya.
Mərkəzi hissəyə daxildir mikroprosesor, qısaca CPU da yaza bilərsən. Bir də daxili yaddaş qurğulara aiddir. Mikroprosesorun tərkibində isə idarəetmə qurğusu, hesab məntiq qurğusu yer alır. Daxili yaddaş qurğularına da əməli və daimi yaddaş, yəni RAM-la ROM aid edilir. Bəs periferiya hissədə görək nələr var? Baxın, daxili yaddaş qurğuları mərkəzi hissəyə aid olsa da, xarici yaddaş qurğuları hara aid olub? Periferiya hissəsinə. İdarəetmə pultu, bir də daxil etmə, xaric etmə qurğuları da bura aiddir. Bu arada daxil etmə, xaric etməni bəzən giriş-çıxış da yaza bilirlər. Onsuz eyni mənaya gəlir. Yəni giriş-çıxış qurğuları və yaxud da daxil etmə, xaric etmə qurğuları eyni mənaya gəlir və periferiya hissəyə aiddir. Bir də söz olaraq çaşdırıcı olan nədir? Bu idarəetmə sözündən görə idarəetmə pultunun idarəetmə qurğusu bəzən tələbələr testləri axıra qədər oxumur deyə qarışdırılır. Yadınızda saxlayın ki, idarəetmə qurğusu mərkəzi hissədədir, pultsa periferiya hissədədir. Yəni bunu da qarışdırmayasınız. Və beləliklə də kompüterin struktur sxemini öyrənmiş olduq. İndi gəlin keçək artıq sual-cavaba. Deməli, uşaqlar, diqqətlə qulaq asın. Kompüter nəyə görə nəsillərə bölünürdü? Element bazası. Element Düzdür, bazası. element bazasına görə nəsillərə bölünür. Yaxşı, fərdi kompüterlər neçənci nəsildə istehsal olunub? Dördüncü. Dördüncü Dördüncü nəsildə adlı. tamamilə doğrudur. Yaxşı, analitik maşın ideyası nədən ibarət idi? Necə başa düşürdük? Riyazi hesablamalar aparmaq. Yəni, hesablama olsa digər qurğularda da var idi. Əsas nə idi? İdeya. İnsan iştirakı olmadan. Düzdür, insan iştirakı olmadan avtomatik hesablamaların həyata keçirilməsi. Həmin dövrdə bu ideyanın reallaşdırılmasına mane olan nə oldu? Software'in olmaması. Aslında proqram anlayışının olmaması, proqramlaşdırma anlayışının olmaması. Ondan sonra, yaxşı, deyə bilərsinizmi? Birinci, ikinci və üçüncü nəsil kompüterlərin əməli yaddaşı harada qurulurdu? Maqnit nüvəsində, Düzdür. Bəs Maqnit dördüncü nüvəsi. nəsildə harada qurulurdu əməli yaddaş? RAM-da, RAM'da. Əməli yaddaş özü RAM-da harada qurulurdu? İntegral İntegral sistemi. sıxıntı. İntegral integral sistemlərdə. sistemində. Böyük integral. Yox, integral sxem, element bazasını soruşmuram. Sadəcə əməli yaddaş soruşuram. Yaxşı, dördüncü nəsil kompüterlərin bəs element bazası nələr Böyük təşkil edir? integral. Böyük integral. Böyük integral Çox Böyük böyük integral integral sistemi. sistemlər təşkil edirdi, düzdür. Kompüterlərin tərkib hissələrinin necə və ya hansı qaydada əlaqələnməsi nədir? Struktur yoxsa arxitektura? Arxitektura. Necə əlaqələnməsi arxitekturadır. Düzdür, düzdür. Ondan sonra kompüterin arxitektura sxemi necə idi? Hansı Mərkəzi və periferiya Yox, hissədə. strukturunu soruşmuram. Arxitektura sxemi var Hesablanma, və məntiqi hesablam imkanlar. məntiqi aparat vasitələri, bir də proqram vasitələri. Hesablama dedik ki, əmr ver, işlə. Bu prinsiplə yaddaşda saxlayırıq. Yəni əmrlər sistemidir, verilənlər idi, bir də işləmə sürəti idi. Verilənlərin formatları və işləmə sürətidir, bəli. Evet. Yaxşı, əməliyyat sistemi, proqramlaşdırma dilləri bunlar hara aid idi? Proqram İkinci, vasitələri. proqram Düzdür, proqram vasitələrinə aid edilirdi. Deməli, beləliklə bu öyrənir. Ondan sonra yoldaşlar, bəs strukturu necə idi kompüterin? Hansı hissələrdən ibarət idi? Hansı Mikroprosesor, bir də daxili yaddaş qurğusu. Mərkəzi isə periferiya. Mərkəzi hissəyə nələr aiddir? Mikroprosesor, daxili Bir də yaddaş. daxili yaddaş. İdarə etmə pultu hansı hissəyə aiddir? Mərkəzi yoxsa Periferiya. 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 Düzdür. İdarə etmə qurğusu da sara aiddir. Amma o mikroprosesor. Mikroprosesor. Yəni mərkəzi hissəyə. Bəli. Mərkəzi. Düzdür. Yaxşı, hansı nəsil kompüterlərin xarici yaddaş qurğusu maqnit lenti idi? İkinci. Düzdür, ikinci nəsil kompüterlərin xarici yaddaşı maqnit lenti idi.
Bəs üçüncü nəsil kompüterlərin xarici yaddaşı nə idi? Maqnit diski. Diski. Maqnit diski. Tamam. Deməli uşaqlar, baxın bura qədər. Yəni keçdiklərimizin əsas məğzi bu idi. İndi davam edək. Qaldığımız yerdən davam edək. Kompüterlərin təsnifatına baxaq. Kompüterlər işləmə sürətinə, yaranma tarixinə, təyinatına, uyğunluğuna və qabarət ölçülərinə görə təsnif olunur. Bu isə məsələn keçənlik qəbul sualı idi, uyğunluq sualı kimi düşmüşdü. Deməli, işləmə prinsipinə görə analog, rəqəmsal və hibrid olmaqla 3 qrupa bölünür. Yaranma tarixinə və element bazasına görə bayaq keçdiyimiz 6 nəslə bölünür. Təyinatına görə yenə 3 qrupa bölünür. Bunlar hansılardır? Universal, yəni ümumi təyinatlı, problem yönlü və ixtisaslaşdırılmış kompüterlər başa düşülür. Universal kompüterlər adından da məlum olduğu kimi müxtəlif məsələlərin həlli üçün istifadə edilə bilir. Problem yönümlü isə yenə adından məlum olduğu kimi daha məhdud sahələrdə istifadə olunan kompüterlərdir. İxtisaslaşdırılmış kompüterlər isə xüsusi məsələlərin həlli üçün nəzərdə tutulmuş kompüterlərə deyilir. Yəni bu qaydada təsnif olunur. Ondan sonra bir də uyğunluğuna görə. Uyğunluğuna görə aparat, əməliyyat sistemi, proqram, bir də verilənlər səviyyəsində uyğunluq. Son olaraq qabarət ölçülərinə görə yenə 5 qrupa bölünür. Bunlar hansılardır? Superkompüterlər. Bunlara başqa nə demək olardı uşaqlar? Çox böyük. Super və ya çox böyük kompüterlər. Sonra böyük kompüterlər. Bunlara nə demək olardı? Mainframe'lər. Orta kompüterlər, kiçik digər adı ilə mini kompüterlər, bir də son olaraq mikrokompüterlər aid edilir. Yaxşı, əgər yadınızdadırsa belə bir sual verim. Fərdi kompüterlər qabarət ölçüsünə görə hansı qrupa aiddir? 4-cü qrupa. Yox, Mikro. mikroya aiddir. Nəsil olaraq Mikro. 4-cü nəsildir. Qabarət ölçülərinə görə isə mikrokompüterlərə aid edilir. Mikroprosesorun istehsalına bağlıdır. Mikroprosesorda neçənci nəsildə istifadə edilib? 4-də. Bax, 4-dən fərdi kompüteri və mikroprosesordan mikrokompüteri yadda saxlaya bilərsiniz. Sonra, buradan da bu qədər uşaqlar. Keçək kompüterin xarakteristikalarına. Ümumiyyətlə, ikinci fəsildə, yəni bu mövzuda, kompüterin xarakteristikası, mikroprosesordur, monitordur, printerdir, yaddaş qurğulardır. Hamısının ayrı-ayrı da xarakteristikaları verilib. Və biz bu xarakteristikaları əzbərləməliyik. Sadəcə bəziləri nisbətən rahat əzbərlənir, bəziləri isə sırf əzbərdir də, əzbərləmək lazımdır. Ona görə bir neçə dəfə yazaraq və yaxud da müqayisə edərək əzbərləyə bilərsiniz. Məsələn, kompüterin əsas xarakteristikaları başa düşülərək əzbərlənməli olur. Əzbərlənməli olan xarakteristikalardır. Yəni düşün ki, sən kompüter alacaq olsan, bu kompüterin hansı xarakteristikalarından, hansı xüsusiyyətlərindən maraqlanarsan? Elə bunlar kompüterin əsas xarakteristikalardır. Məsələn, biz kompüter alanda nə ilə maraqlanırıq? Onun qiyməti ilə maraqlanmayanımız yoxdur ümumiyyətlə. Sonra sürəti ilə maraqlanırıq. Sonra yaddaş tutumla maraqlanırıq. Sonra hesablama dəqiqliyi ilə maraqlanırıq. Amma konkret soruşmuruq hesablama dəqiqliyi, başqa adı ilə soruşuruq. Sonra nə qədər zəmanət verildiyi ilə maraqlanırıq. Buna da iş etibarlığı deyilir. Son olaraq da əmrlər sistemi və məhsuldarlığa baxılır. İndi gəlin bunların nə olduğunu başa düşək. İşləmə sürəti ilə adından da məlumdur əslində. İşləmə sürəti vahid zamanda yerinə yetirən əməliyyat sayıdır. Yəni biz uzun tərif yox, çalışırıq ki, əsas ifadəni yadda saxlayaq. Baxın, əməliyyat sayı ifadəsini işləmə sürətində yadda saxla. İşləmə sürəti əməliyyat sayıdır. İşləmə sürəti nədən asılıdır bəs? İşləmə sürəti strukturdan, yaddaşın təşkilindən, xüsusilə də takt tezliyindən asılıdır. Zaten bunları bildik.
Keçək məhsuldarlığa. Məhsuldarlıq və məsələ sözü yadda qalır. Məhsuldarlıq, məsələ. Məhsuldarlıq məsələlərin yerinə yetirilən məsələlərin orta sayı ilə müəyyən olunur. Həmin bu məhsuldarlıq kompüterin arxitekturasından, həll olunan məsələnin tipindən, bir də keş yaddaşdan asılıdır. Sonra yaddaş tutumu. Bu ən rahat yadınızda qalandır. Yaddaş tutumu dedikdə, kompüterin yaddaşda saxlanıla biləcək informasiyanın maksimal həddi müəyyən başa düşülür. Yaddaş da bilirik ki, daxili və xarici olmaqla iki yerə bölünür. Sonra hesablama dəqiqliyi. Dediyim kimi, bunu sırf soruşanda siz hesablama dəqiqliyi olaraq soruşursunuz, amma başqa formada soruşursunuz. Məsələn, deyirsiniz ki, prosesor mərtəbəliyi neçə bitdir? Və o mərtəbəli bu hesablama dəqiqliyi ilə bağlıdır. İnformasiyanın emal zamanı istifadə olunan ədədlərin mərtəbələrinin sayı ilə müəyyən edilir. Qısası, ədədlərin mərtəbəliliyi ifadəsini yada saxlayın. Məsələn, belə də yada saxlaya bilərsiniz. Hesablama nə ilə bağlıdır? Ədədlə. Əslində bu nə deməkdir? Kompüterin yaddaşında registrlarda emal olunan informasiya 0-1-lərlə emal edilir. Həmin bu 0-1-lər nələr idi? Bitlər idi. Həmin bu mərtəbəlik emal olunan bitlərin sayı olaraq başa düşülür. Yəni hesablama dəqiqliyi. Sonra yoldaşlar. Əmrlər sistemi. Əmrlər sistemi əmrləri icra edən nədir? Prosesordur. Yəni prosesorun yerinə yetirdiyi əmrlər toplusu əmrlər sistemidir. Bu əmrlər sistemində iki qrupa bölünür. Tam dəst əmrlər, yəni kompleks, genişləndirilmiş əmrlər. Bir də ixtisarlaşdırılmış əmrlər, yəni tez-tez istifadə edilən əmrlər olaraq qruplaşdırılır. Qiymət deyilən anlayışa xüsusi tərifə ehtiyac yoxdur. Yəni qiymət nədən asılı olur? Kompüterin xüsusiyyətlərindən. İş etibarlığı da yenə bildiyimiz zəmanət. Zəmanət deyəndə nə başa düşürsünüz? Məsələn, bu kompüterə 2 il zəmanət verilir nə deməkdir? Yəni bu 2 il müddətində xüsusi şərtlər və həmin bu 2 il ərzində bu kompüter öz xüsusiyyətlərini qoruyub saxlayacaq. Yəni, həmin bu iş etibarlığı da odur. Yəni, müəyyən şərtlər və müəyyən vaxt daxilində kompüterin öz xassələrini saxlama qabiliyyəti onun iş etibarlığıdır. Və beləliklə də kompüterin xarakteristikalarını yekunlaşdırılmış olduq. İndi bizə lazım olan açar sözlər nə idi? İşləmə sürətində əsas hansı ifadəni yadda saxlayırdıq? Əməliyyat. Vahid zamanda yerinə yetirilə bilər. Vahid zamanda yerinə Əməliyyatların sayı. yetiriləcək Sadə əməliyyatların Məhsuldarlığı, məsələləri, Məsələlərin orta sayı. orta sayı. Yaddaş tutumu, yaddaşın maksimal həddi. Sonra hesablama dəqiqliyi, ədədlərin Ədəd mərtəbəliyi. mərtəbənin sayı. Sonra əmrlər sistemi elə əmrlər toplusudur. Qiymət iş etibarlığı deyəndə də nə başa düşürük? Zəmanət. Yaxşı. Necə yadda saxlayırsınız, çıxır gedir. Əsas çətin olanı keçdik. O xarakteristikalar idi. Və son olaraq buradan kompüterlərin təsnifatına baxaq. Fərdi kompüterlərin təsnifatı. Bu da asan bildiyimiz şeylərdir. Stolslu kompüterlər var, desktop. Sonra notebook tipli kompüterlər var. Bunlara yığcam və ya portativ kompüterlər deyilir. Sonra palm toplar tip kompüterlər var. Planşet tipli kompüterlər var. Kommunikator və smartfonlar. Stolslu mini kompüterlər, yəni beybonlar, bir də subnotebooklar var. Uşaqlar, bir də kommunikator sözü gələcəkdə öyrənəcəyiniz bir sözdə qarışdırılır bəzən. Kommunikator, bir də kommutator. Kommutatordan kommunikatorun fərqi nədir? Kommutator sözü yadınızdadır, harda rast gəlmişdiniz? Kompüterin nəsə daxilində bir hissə deyildi. Şəbəkələr mövzusundaydı. Düzdür, şəbəkələr mövzusundaydı, Rəhmət, düzdür. Kommutator switchin digər adı idi. Əlaqə vasitəsi idi şəbəkədə. Switchə deyildik kommutator və yaxud da keçirmə qursu deyilir. Həmin kommutator şəbəkə ilə bağlıdır qurğuda. Amma kommunikator isə nədir? Fərdi kompüterin bir növüdür. Sonra subnotebooklar və beybonlar da qeyd elədik. Və beləliklə də fərdi kompüterlərin növlərini yekunlaşdırırıq uşaqlar.
Dersimizin demək olar ki, yarısını bitirdik. Bura qədər hər şey aydındırmı sizə? Bəli. Bəli. Aferin sizə. Tamam. İndi keçirəm növbəti təqdimatımıza. Müəllimə, hər dərsdə 2 mövzu keçiriləcək, düzdür? 2 mövzu yox, bir fəsil bütöv. Mhm. Yəni elə bil birinci zətdə bəzi mövzular vardı, 2 dərsə keçirdiniz, onları artıq bir dərsə keçiririk aytən. Mənim bəs Word, Hı. Excel falan biraz böyük bölməlidir. Onları necə edəcəyik? Bir dənə Windows, Word, Excel, bunları 2 dərsə keçəcəyik. Qalan bütün mövzular bir dərsə keçiriləcək hərəsi. Okay, sağ olun. Məsələn, narahat olmayın. Yəni bir dərsə keçirilsə də öyrənə biləcəksiniz. İstər-istəməz müəyyən qədər bazanız var. Birinci cəhdə çox oxumuş olmasanız da çox eşitmisiniz. Ona görə çətin olmaz öyrənmək, qorxmayın. Lap ilk dəfə öyrənənlər belə əminəm ki, çatdıracaq. Yəni problem yoxdur. Hər şey sizdən asılıdır. Başa düşəndən sonra dediyim kimi öyrənilməyəcək heç bir şey yoxdur. Yəni, əsas buna fokuslanın. Sadəcə aranızda bəlkə də ilk dəfə eşidənlər var. Özümü onların yerinə qoyanda çox yaxşı başa düşürəm. İnsan bir şeyi ilk dəfə eşidəndə, hələ belə şeyləri ilk dəfə eşidəndə biraz qorxuducu gələ bilər. Yəni bizim üçün də hər zaman yeniliklər qorxuducudur, amma başa düşəndən sonra həqiqətən öyrənə biləcəksiniz. Narahat olmayın. İndi keçirəm fərdi komitələrin artıq tərkib hissələri haqqında danışmağa. Baxın, indiyə qədər olan hissə biraz tarixi, ümumi hissələr, xüsusiyyət xarakteristikaları ilə bağlı idi. İndi öyrənəcəyiniz hissə isə komitenin tərkibindəki qurumlarla bağlı olacaq. Yəni, məsələn, hamı monitorun nə olduğunu bilir, hamı klaviaturanın nə olduğunu bilir, hamı sistem blokun nə olduğunu bilir. Amma çoxunuz sistem blokun içində nələrin olduğunu məsələn bilmir. Yəni, niyə də biləsiniz ki, sistem blokda komiteri işə saldınız, işlətdiniz. Sistem blokun içindəkini görmürsünüz və çoxlusunun nə olduğunu bilmirsiniz. Bu normaldır. Amma informatika bu fən bunu bilməyimizi tələb edir və biz bugün bunları da öyrənəcəyik. Deməli, gəlin başlayaq. Fərdi komiterin 3 dənə əsas tərkib hissəsi var. Monitor, klaviatura və sistem bloku. Bunlardan hər hansı biri olmadan komiterin işi mümkün deyil təbii ki. Birinci, başlayaq monitordan. Baxın, monitor komiterdəki informasiyanı vizual şəkildə əks etdirən xaric etmə qurğusudur. Monitorun əsas göstəriciləri, xarakteristikalar bunlardır. Elə monitorun fiziki ölçüsünü göstərən xarakteristika onun diaqnal ölçüsüdür. Diaqnal ölçüsü bu qonşu olmayan təpələr arasındakı məsafədir. Deyə bilərsiniz ki, bir düym neçə millimetrdir? 2,54. Vəfa millimetr soruşdum. Nəsə, normalda həmişə öyrəşmişsiniz santimetr deməyə, səhv demədim vəfa. 2,54 santimetrdir. Mən indi millimetr soruşdum, o da 25,4 millimetr deməkdir. Bəli. Sonra keçək pikselin qiyməti. Piksel deyəndə isə ekranda əks olunan görüntünü təşkil edən nöqtələr çoxluğudur. Həmin bu pikselin qiyməti isə o nöqtənin ölçüsüdür. Pikselin qiyməti, ölçüsü nə qədər kiçik olsa, görüntü keyfiyyəti də bir o qədər yaxşı olur, yüksək olur. Seyrəklik qabiliyyətinin digər adı isə video rejimidir. Seyrəklik qabiliyyəti isə ekranı təşkil edən bu nöqtələrin sayıdır. Baxın, bir kompüterdə göstərir. Bax, bu nöqtələrin sayıdır. Bax, burada 1920 vurulsun hissəsi nə deməkdir? Eyni uzunluq istiqamətində olan nöqtələrin sayının hasilidir. Yəni, bu hasil ümumi piksellərin sayını göstərir. Yəni, bu qaydada seyrəklik qabiliyyətini başa düşə bilirik uşaqlar. Deməli, sonra təzadlıq dərəcəsi. Təzadlıq dərəcəsi bilir ki, qrafik görüntü rənglənir, düzdürmü? Rəngin ən tünd nöqtəsi ilə ən açıq nöqtəsi arasındakı fərqə, rəng fərqinə təzadlıq dərəcəsi deyilir. Bu fərq nə qədər böyük olsa, görüntü keyfiyyəti deməli bir o qədər yüksək olur. Müşahidə bucağının, matrisin tipi, piksellərin əks olunması vaxtı və açılışı maksimal tezliyi də yenə monitorun əsas xarakteristikalarıdır. Deməli, monitorun xarakteristikalarından bu qədər. Bir iş prinsipinə görə növlərin adını da bilsəniz kifayət eləyəcək monitordan bağlı.
Deməli, elektron şablonlu monitorlardır. Sadəcə sizdən istədiyim nədir burada? Bu qısa yazılışını yadınızda saxlamağınız. Yadda saxla. Niyə yadda saxla? Çünki bəzən bu uzun uzadı yazılış yox, belə qısa yazılışı verirlər. Sonra maye kristallı monitorlar, bunlar LCD-dir. Plazma ilə olduğu kimi yazılır, bir də LED monitorlar var. Bunlar monitorların növləri. Monitordan bu qədər kifayət eləyəcək sizə. Keçək klaviaturaya, ən sevdiyim. Ya da sevmədiyiniz bilmirəm. Deməli, klaviatura mətn tipli informasiyanı kompüterə daxil edən, eyni zamanda əmrləri daxil edən çap maşını və kalkulyatorun hibrididir. Ümumiyyətlə, klaviaturada önəmli olan düymənin nə iş gördüyüdür. Amma bu funksiya proqramdan proqrama dəyişir. Tələbələrin zəhləsi gedən məqam tam bu nöqtədə ortaya çıxır. Yəni, Word-də bir işi görən düymə, Excel-də başqa bir işi görəcək. PowerPoint-də də lap başqa işi görəcək. Yəni, bir dənə mənfi tərəfi budur əslində. Yerdə qalan şeylər də praktik edilərək öyrənilə bilir. Sadəcə bilin ki, klaviaturada düymələrin funksiyası istifadə edən proqramdan asılı olaraq dəyişir. Yəni, sən Word-də belə öyrənmirsən deyə, Excel-də də elə olmaq məcburiyyətində deyil. Yəni, eyni işi görmək məcburiyyətində deyil. Fərqli işləri də görə bilir. Yəni, bunu indidən bilin. Onsuz da biz proqramlar keçəndə hər proqramda istifadə edən düymələri mən demiş olacağam. Sadəcə indidən giriş veririk. Deməli, əsas düymələrə hələ ki baxaq. Funksional düymələr. Funksiyonal düymələr F1-dən F12-yə qədər olan düymələrdir. Klaviaturanızın sağ aşağı tərəfində Fn deyə bir düymə var. Bu düyməyə klik eləyəndə həmin bu funksional düymələr aktiv olur. Və bu funksional düymələrin əksərən gördüyü işlər nələrdir? Məsələn, F1 kömək pəncərəsini açır, F2 rename ad dəyişmə, F3 search axtarış funksiyasını icra edir, F4 Ctrl F4 Alt F4 close əmrinin qısağı oldu. Yəni faylı və ya proqramı bağlamaq üçün. F5 isə refresh, yəni yeniləmə əməliyyatını icra edən bir düymədir. Sonra kursor idarə edən düymələr, ən çox qəbula düşən düymələrdir. Kursor idarə edən düymə ümumiyyətlə nə deməkdir? Yəni, mətn üzərində kursor nə idi? Simvolun daxil ediləcəyi yeri göstərir. Mətn üzərində kursor hərəkətini təmin edən düymələrə kursor idarə edən düymələr deyilir. Həmin bu kursor idarə edən düymələrdə uyğun olaraq nələrdir? Gəlin elə klaviaturada baxaq. Ən sadələrdən başlayaq. Məsələn, oxlar. Məncə, hamı aranızda bilir ki, bu ox nə iş görür? Məsələn, sağ ox neynir? Kursorun yerinə uyğun olaraq bir simvol sağa dəyişir. Sol ox neynir? Uyğun olaraq kursorun yerinə bir simvol sola dəyişir. Aşağı ox bir sətr aşağı, yuxarı oxsa bir sətr yuxarı keçidi təmin edir. Yadınızdadırsa, bu düymələrin qabağına başqa gücləndirici bir düymə də əlavə edirdik. O düymə hansı idi? Kontrol. Ay, sağ ol, kontrol. Deməli, kontrol sağ ox nə iş görürdü? Bir söz sonra Bəli, bir söz sağa keçid eləyirdi. Kontrol sol oxsa bir söz sola keçid təmin edirdi. Yaxşı, aşağı yuxarı oxlar nə iş görürdü? Kontrol aşağı yuxarı oxlar daha doğrusu. Abzas. Kontrolsuz olanda sətr, kontroldan birgə sıxılanda isə abzas keçidi təmin edirdi. Və məsələn, abzasların arasında məsafə verdim ki, seçilsin. Məsələn, mən kontrol aşağı icra baxın, növbəti aşağı. Növbəti abzasın əvvəlinə keçdi. Kontrol yuxarı ox icra edirəm. Əvvəlki abzasın əvvəlinə keçir. Yəni, bu qaydada istifadə edilir. Bu da belə. Sonra home və ya end düymələri var idi. Home və end düymələri özünüzdə sınaqlarda çox görürsünüz. Qəbullarda tez istifadə edilir. Home düyməsi nə iş görürdü? Sənədin əvvəlinə aparırdı. Və hələ də çalışırsınız Vəfa. Sənədi neydi? Sətrin. Kontrolsuz olanda eləcə home sətrin əvvəlinə, end sətrin sonuna. Amma kontroldan birgə sıxılanda kontrol home sənədin əvvəlinə, kontrol end sənədin sonuna keçidi təmin edirdi. Tamam. Yaxşı, page of page-dan nə iş görürdü? Bir pəncərə yuxarı. Bir pəncərə yuxarı, bir pəncərə aşağı. Bəli, bir Bir ekran pəncərə, yəni yuxarı, bir ekran
aşağı Bir yuxarı ekran. keçid təmin edirdi. Bir ekran, yəni bu işarələdiyim yer. Bir ekran, yəni ekranda görünən hissə. Ekran bu demək uşaqlar. Mən Page'dan icra edəndə fikir ver, işarələdiyim hissə qədər aşağı, icra edəndə yuxarı. Yəni bir ekran budur. Bəs səhifə keçidi təmin edən kombinasiya necə idi? Control Page'dan, bəli, Control Page'dan Control Page yap. Control Page'dan növbəti səhifəyə, Control Page yap, əvvəlki səhifəyə keçidi təmin et. Beləliklə, kursor idarə edən düymələri gördük. Sonra digər düymələrə baxaq. Escape düyməsi nə iş görürdü? Sənəddən çıxırdı və dağa Əməliyyatı qayıdırdı. dayandırırdı. Hər hansı əməliyyat dayandırırdı. Tab nə iş görürdü? Kursorun yerinə bir neçə mövqe dəyişirdi. Caps Lock nə iş görürdü? Bəlkə hərfləri böyüdür. Yəni registr dəyişir. Aktiv olanda baş hərflər rejimi, pasiv olanda isə kiçik hərflər rejimi. Burada nə deyilir Aytən? Registrin dəyişdirilməsi. Oldu. Oldu mu? Yaxşı uşaqlar, bir şey deyim. Həmişə uşaqlara çox sağ verin. Bax, bu mətni seçmişəm. Sizcə Caps Lock'la bu mətnin registrini dəyişə bilərəmmi? Yəqin ki, hə. Xeyr. Məncə xeyr. Nəsə fərq görürsünüz mətndə? Xeyr. Xeyr. Demək ki, Caps Lock sadəcə daxil ediləcək olan simvolun registrinə təsir göstərir. Görsən? Sadəcə daxil edilənə təsir göstərir, seçilənə təsir göstərmir. Seçiləni necə dəyişirdik, bunu Word-ə gələndə xatırladacağam. Bəlkə də Məndə bilirsiniz. shift F3 ilə dəyişirdi ya seçiləni. Bəli, tamamilə doğrudur, düz yadınızda qaldı. Shift F3 seçilmiş mətnin registrini dəyişə bilir. Tamam. Ondan sonra burada başqa spacebar nə iş görür? Probel dediğimiz. Boşluq. Verir, ara verir. Aynen, boşluq verir. Yaxşı, düzdür. Bir boşluq neçə dənə simvol deməkdir? Bir. Bir simvol. Aynen, bir simvol deməkdir. Tamamilə doğrudur. Yaxşı, backspace-dən delete düymələrin bir-birindən fərqi nədir? Biri soldan sağa silir, biri Backspace sola silir, delete sağa silir. Sola. Bəli. Deməli, back nədir? Geridir. Backspace kursordan geriyə, yəni sola doğru silir. Delete isə əksinə kursordan sağa doğru silir. Allah. Bəs enter nə iş görür? daxil olur. Burada Yeni sətir. Şriftli Yeni yeni abzasa abzasa keçmək yalnız silir və yaxud da hər hansı əməliyyatı təsdiq etmək üçün istifadə edilir. Mən üzr istəyirəm, yeni nəyə keçmək üçün? Yeni abzası yaratmaq üçündür. Növbəti abzasa keçid üçün. Çox Sən də sağlarsın. Beləliklə bitirdik. Düymələrdən hələ ki bu qədər uşaqlar. Yəqin ki yadınızda qaldı. İndi keçək sistem blokuna. Sistem blokunun biri var xarici hissəsi, yəni hamımızın gördüyü hissə, bir də var daxili hissəsi. Bir tərkisini öyrəndik. Sistem blokunun xaricində nə görürsünüz? Power düyməsi. Bu düymə ilə nə iş görürsünüz? İşə salırsınız kompüteri. Mesela Sonra lampalar olur. Lampa kompüterin işə düşdüyü və yaxud da kompüter informasiya yazıldığı haqqında bizə məlumat verən lampalardır. Disk sürücülərdə düyməsi olur. Klik edirsən, disk sürücüsü açılır və içinə disk yerləşdirirsən və disk üzərindəki məlumat oxunur. Və yaxud da diskə məlumat yazılır. Sonra portlar nədir bu yuvalar? Nə üçün nəzərdə tutulur? giriş qurğularını daxil etmək üçün. Giriş və yaxud da çıxış qurğularını kompüterə qoşmaq üçün. Yəni, məsələn, mouse qoşuruq, monitor qoşuruq, printer, skaner qoşuruq. Hamısı nə edirik? Kabeli gətiririk, burada yuvalar olur. O yuvalara birləşdirir. Yəni, port nə imiş? Periferiya qurğuların qoşulması üçün istifadə edilən yuvalar imiş. Bu, xaricdən görünən hissədir. Gəlin, indi daxili hissəyə baxaq. Sistem blokunun daxili qurğularına baxaq. Sistem blokun daxilində qida bloku, sonra sərt maqnit diski, bundan əlavə SSD də ola bilər. Ondan sonra kompakt disk, DVD, çevik disk üçün yığıcılar, sonra yuvalar, portlar və ana plata yer alır.
İndi hamısına ayrı-ayrıqda baxaq. Birinci baxaq elə qida blokuna. Qida bloku çox yaxşı qurğudur. Baxanda hər funksiyasını təqdim etmək olar. Məsələn, qida bloku elə adından da məlumdur ki, qidalandırır. Nəyi? Qurğuları nə ilə? Elektrik enerjisini. Baxın, yoldaşlar. Dövrədən gələn gərginlik birbaşa kompüterin qurğularına daxil ola bilməz. Öncə gərginlik bu qida blokuna daxil olur. Bu qida bloku qurğulara paylayır. Nə üçün? Çünki bu qida bloku dəyişən cərəyanı sabit cərəyana çevirir və o şəkildə ötürür. Bəs bunu niyə eləsin ki? Nə önəmi var bunun? Çünki dövrədən gələn gərginlik yüksək şiddətli olur və bu nə edir? Qurğuları, gərginlik yüksək olanda qurğuları yandırır. Yəni bunu sıradan çıxardır. Çünki qurğunun bir tələbi var, neçəsə volt. O tələb aşılanda qurğu sıradan çıxır. Həmin bu qida bloku da o tələbin aşılmaması üçün dəyişən cərəyanı sabit cərəyana çevirərək lazımi qurğuya, lazımi qədər elektrik enerjisi ötürmək üçün istifadə edilir. Gərginlik sistem lövhəsini və onun elementlərinə paylayır. Xarici yaddaş qurğularında elektrik enerjisi ilə təmin edir. Bir də içində ventilyator var. Bunu da boşuna qoymayıblar. Sistem blokunun daxilindəki temperaturun tənzimlənməsi üçün nəzərdə tutulur. Bu da qida bloku. Qida blokundan bu qədər. Sonra ana plataya gələk. Ana plata üzərində bir çox qurğular yerləşir. Yəni ana platanı bir şəhərcik olaraq başa düşə bilərsiniz. Elə bu şəhərciyin üzərində ayrı-ayrı obyektlər yer alır. Bu da bir növ elə bir qurğudur. Ana platadır və üzərində kompüterdə müxtəlif funksiyaları icra edən müxtəlif qurğular yerləşdirilir. İndi həmin bu ana plata üzərinə hansı qurğular yerləşdirilir? Bunlara baxırıq. Ana plata üzərində prosesor, chipset, slot, şin, port, interfeys, kontroller, sayğac, konnektor, generator, səs kartı, şəbəkə kartı, video kart, əməli yaddaş, daimi yaddaş, CMOS keş yaddaş və riyazi prosesor yer alır. İndi deyəcəksiniz ki, ayda bu qədər şeyi necə öyrənəcəyik? İndi burada da sizin birazdan öyrənəcəyiniz biliklər dövrəyə girəcək. Bunlar nələrdir uşaqlar? Məsələn, siz birazdan daxili yaddaş və xarici yaddaş qurğularını öyrənəcəksiniz. Yadınızda saxlayın ki, bayra burada qeyd. Daxili yaddaş qurğuları ana plata üzərində yer alır. Amma xarici yaddaş qurğuları ana plata üzərində heç biri yer almır. Yəni bu birinci fərqləndirəcəyiniz detaydır. Sonra birazdan periferiya, yəni giriş-çıxış qurğuları öyrənəcəksiniz. Bu giriş-çıxış qurğuları da ana plata üzərində yerləşmir. Məsələn, mouse götürək. Mouse sən xaricdən qoşduğun bir qurğudur da, çünki bunun istifadəsi xaricdə lazımdır. Sistem blokunun içinə bu mouse qoyub nə edəcəksən? Mouse xaricdən hərəkət siqnalını elektrik siqnalına çevirir. Düzdürmü? Yəni məntiqən mouse ana plata üzərində yerləşə bilərmi? Yerləşməz. Ya da printeri götürək. Printer xaricdə çap üçün nəzərdə tutulur. Bax, bunun ana plata üzərində nə işi var məsələn? Yəni sistem blokun içində. Yəni buradan məntiqən özün tuta bilərsən ki, həmin bu giriş qurğuları, çıxış qurğuları ana plata üzərində yerləşməz. Yəni mümkün deyil. Yəni belə siz artıq testlərdə seçə biləcəksiniz ki, hə bunlar yerləşmirsə, deməli yerdə qalanlar yerləşəcək. İndi gəlin bu qurğulara baxaq. Birinci prosesora baxaq. Həmin prosesor bu CPU yuvası yazılan yer var. Bura yerləşdirilir. Prosesor kompüterin beyni sayılır. Kompüterdəki bütün əməliyyatlar, hesablamalar, qurğuların idarə olunması prosesordan təmin olunur. Prosesor iki qurğunun funksiyasını yerinə yetirir. Hesab, məntiq qurğusunun və idarə etmə qurğusunun. Adları da elə verilib ki, yəni adına baxanda nə iş gördüyü təxmin oluna bilir. Hesab məntiq qurğusu nə edir? Riyazi məntiq əməliyyatlar yerinə yetirmək üçün nəzərdə tutulur. İdarə etmə qurğusu isə prosesor daxilində verilənlərin daxili qurğular arasında ötürülməsi və əmrlərin icrasına nəzarət edir. Elə əsas funksiyası da zaman və siqnal yoxlanmasını təmin etməkdir. Bir şey yadınızda saxlayın ki, bütün qurğular bu qurğunun nəzarəti altında fəaliyyət göstərir. Hətta hesab məntiq qurğusunun özü də idarə etmə qurğusunun nəzarəti altında fəaliyyət göstərən bir qurğudur. Amma prosesor bununla bitmir. Prosesorun üzərində riyazi prosesor yer alır.
Riyazi prosesor mürəkkəb riyazi əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulur. Bir də registr yaddaşı yer alır, daxil yaddaşda. Və bu qızılı rəngli yuvalar görürsünüz ha. Bu oyuqların hamısı registrlərdir. Bu registrlarda bitlər, yəni bu oyuqlarda bitlər emal edilir. Yəni bir növ 0-1-lər emal edilir. Deməli, ona görə registr nə üçün nəzərdə tutulub? İnformasiyanın emalı üçün. Bu keçən dərsimizdə əslində giriş vermişdik. Demişdik ki, kompüter hər şeyi yaddaşda necə təsvir edirdi? 0-1-lərlə təsvir 0 edirdi. və 1. Ayşə, bu 0-1-lərin emalı harda başlayır? Deməli, registrdə başlayır. Yəni, registr informasiyanı emal etmək üçün nəzərdə tutulan bir daxili yaddaş qurğusudur və prosesorun tərkibində yer alır. Və prosesorun 5 dənə əsas xarakteristikası var. Gəlin görək bunlar sizə hardan tanışdı? Tak tezlik 1 saniyədə yerinə yetirən əməliyyat sayıdır. Bu hardan tanışdı sizə? İşləmə sürəti, kompüterin xarakteristikası. Deməli, ona görə işləmə sürəti nədən asılıymış? Tak tezliyindən asılıdır. Mərtəbəli vahid zamanda emal edilən informasiya bitlərin sayıdır. Bu nə ilə əlaqəlidir? Nəyə xatırlatdı sənə? Hesablama dəqiqliyi. Aysə, o hesablama dəqiqliyini xatırladı. Uşaqlar, mərtəbəliyin tərifində fikir verin. Emal edilən bitlərin sayıdır. Emal sözü varsa, yadımıza hansı qurğu gəlməlidir? Registr. Aysə. Deməli, bu mərtəbəlik hər nədirsə, registrdən bağlıdır. Bəs nədir bu mərtəbəlik? Registr oyuqlardır. Gəlin bunu biraz daha elmi formada çəkim ki, başa düşəsiniz. Bu oyuqlarda da daxilində də informasiya 0-1-lərlə emal edilir. Yəni, bu 0-1-lər nələrdir uşaqlar? Bitlərdir. Bu bir oyuqda neçə bit varsa, bu registrin, yəni prosesorun mərtəbəliyini göstərir. 32 bit, 64 bit. İndi bu informasiya bitlərin sayı dedik ki, mərtəbəlikdir. Həmçinin başqa nə demək olar? Bu registrin uzunluğu da demək olar da. Uzunluğu. Çünki eyni mənaya gəlir, baxın. Registrin uzunluğu da elə onun neçə bit olduğunu, yəni mərtəbəliyini göstərir. Ona görə bu tərifi dəyişə bilirik. Yəni, informasiya bitlərinin, bu bitlərin sayı da demək olar. Registrin uzunluğu da demək olar. Yaxşı. Deməli, mərtəbəlik bitlərin sayı və ya registrin uzunluğudur. Oldu mu? Mərtəbəliyə başqa nə demək olardı? Başqa hansı adlar var idi? Kim deyir? Kimin yadındadır? Daha mərtəbəliyə dərəcəlilik və ya tərtib də deyilə bilər. Yaxşı. Yadınızda saxlayın, bilmirsə qeyd edin. Sonra əmrlər toplusunu yenidən danışmayacağım. Əmrlər sistemindən eynidir. Keş yaddaş danışacağım. Deməli, uşaqlar, keş yaddaş da daxil yaddaşdır. Bəs bu nə üçündür? İnformasiya dedik, harda emal edilir? Prosesorda bu registrlarda, oyuqlarda emal edilir. Emal olunan informasiya ötürülür RAM-a, yəni əməli yaddaşa. Yəni, emal olunan informasiyanı əməli yaddaş saxlayır. Emal olunan informasiyanı əməli yaddaşa ötürülür və bu müraciətin sürətləndirmək üçün nə istifadə edilir? Keş yaddaş istifadə edilir. Onda, deməli, keş yaddaş nəymiş? Prosesorun RAM-a müraciətini sürətləndirən yaddaşdır. Və son olaraq işçi gərginliyi. Bu prosesor harda yer alır? Ana plata üzərində yer alır, düzdürmü? Və ana plata üzərindəki digər qurğular kimi prosesorda ana platada elektrik enerjisi qəbul edir. Yəni, aldığı gərginlik hesabına işləyir. Həmin bu prosesorun ana platadan aldığı gərginliyə deyilir işçi gərginliyi. Aydındır mı? Yəni, bu da prosesorun əsas xarakteristikalardır. Bu da belə uşaqlar. İndi bura qədər danışdıq. Görək sizdə vəziyyət necədir. İndi, mənə deyin görüm.
Fərdi kompüterin əsas tərkib hissələri hansılardır? Monitor, Monitor, klaviatura, klaviatura. sistem Sistem bloku. bloku, monitor, klaviatura. Baxın, ekran diaqonal ölçüsü, pikselin qiyməti, təzadlıq dərəcəsi, müşahidə bucağı bunlar nəyin xarakteristikasıdır? Hansı qurğunun xarakteristikası? Monitorun. Düzdür. Bunlardan bu xarakteristikalardan hansı monitorun fiziki ölçüsünü göstərir? Diaqonal Diaqonalın ölçüsü, Düzdür. Diaqonal ölçüsü monitorun elə fiziki ölçüsüdür. Diaqonal ölçüsü hansı uzunluq vahidi ilə ifadə edilir əksərən? düyüm, Asıl. Düyüm deməli uzunluq vahidi. Bəli. Yaxşı. LED, elektron şah borulu bunlar nəyin növüdür? monitorun, Monitorun. Yaxşı. F1 fonksiyonal düyməsi əksərən hansı işi görür? Kömək üçün istifadə olunur. Yəni, kemal sənturasını açmaq üçün. Sətrin əvvəlinə kursorun keçidini təmin edən düymə hansıdır? home, Düzdür. Daxil edilən hərfin registrin dəyişən düymə hansıdır? caps lock, Caps lock. Düzdür. Ondan sonra hər hansı yerinə yetirilən əməliyyatı təsdiqləmək üçün, dialoq pəncərəsində təsdiq vermək üçün hansı düymə istifadə edirik? enter, Düzdür. Enter. Düzdür. Tamamilə doğrudur. Ondan sonra sistem blokuna xaricdən qurğuları birləşdirmək üçün, periferi qurğularını Port. birləşdirmək üçün istifadə edilən Port. nümunələr nə Port. olardı? Port. Bəli, port düzdür. Əlasız. Yaxşı. Bu hansı qurğudur ki, o kompüterin beyni sayılır? Hesabı məntiqi əməliyyatları idarə etmə bu qurğu. prosesor, Prosesor. Düzdür, prosesor. Prosesorun tərkibindəki hansı qurğu informasiyanın emalını həyata keçirir? register, Register. Register. Prosesorun hansı xarakteristikası ana platadan alınan gərginlikdir? Qida bloku. Yox, gərginlikdir, işçi gərginliyi ilə. Prosesorun ana platadan aldığı gərginlik ilə işçi gərginliyi. Yaxşı. Registrin uzunluğu dedikdə prosesorun hansı xarakteristikasını başa düşürük? mərtəbəli, Mərtəbəliyə başqa adla nə deyə bilərsiniz? dərəcəli, Registrlərin Dərəcəli və uzunluğu. tərtib. Aferin sizə, düzdür. Təşəkkür edirsiniz. Deməli uşaqlar, belə. Bura qədər yaxşı gəldik. Aferin sizə. Çətin yoldur, amma başarırsınız. İndi davam edəcəm mən dərsimizə. Davamlı izah edəcəm. Oldu mu? İndi bu ana plata üzərində adını sadaladığım digər qurğular funksiyaları haqqında danışacağım. Bunlarda da çalışın hərəsinə bir dənə, iki dənə açar söz yadda saxlayasınız. Yadınızda qalsın. Deməli, kuli. Bu deyəndə hansı söz gəlir ağlınıza? Bəli, sözsüz, değil mi? Bu kuller bilirsiniz harada olur, bax bu qurğu. Bu ventilyatorda var. Şimdi sizə bir dənə möhtəşəm şəkil çəkim mi? Bu qida blokunun, daha doğrusu qida blok neydi? Mikroprosesorun üzerine yerləşir bu kulli. Bende de ventilyator var. O mikroprosesorun kristal saati üzerine yerləşərək oradaki temperatürü tənzimləyir. Həmçinin ana plat üzərindəki qurğularla temperatürünü tənzimləyir. Bu da nə üçün zəruridir, bilirsinizmi? Mikroprosesorda temperatur çox yüksək hədlərə gəlib çatır. O da bir qurğunun temperaturunun yüksəlməsinə nəyə səbəb olur? Üstəlindən qurğu üçün keçərlidir. Onun iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bu da mənfi haldır. Bunu aradan qaldırmaq üçün nə istifadə edilir? Həmin bu kuller istifadə edilir. Yəni qısası kuller nədir? Soyuducudur. Ondan sonra takt impuls generatoru. Elə generator sözündən generasiya sözünü məncə hamınız yadda saxlaya bilərsiniz. İmpuls takt impuls generatoru elektrik impulsu yaradır. Yəni elektrik impulslarını generasiya edir. Şimal-cənub körpüsü chipsetlər. Uşaqlar, chipsetə qısaca baxın belə deyilir. İdarə edici mikrosxemlər. Mikrosxemlər. Bu chipsetlər ana plata üzərindəki qurğuları idarə edən mikrosxemlərdir.
Bura aiddir şimal-cənub körpüsü. Şimal-cənub körpüsü. Bunlar ana plat üzərində yerləşən qurğular arasında informasiya axınına və əmr siqnalların ötürülməsinə yardım edir. Sonra slotu genişlənmə yuvası olaraq yadda saxlayın. Bəs bu slotu mən portdan necə fərqləndirəcəm? Port hardan hansı qurğuları qoşurdu? Xaricdən Fərqli yaddaş qoşulan qurğulara. Amma slotun bir dənə şəklinə baxın. Bax, slot port görsüz çıxışı xaricədir, amma slot ana platan üzərindədir. Yəni ona görə başa düşürəm ki, slot daxili qurğuları ana plata birləşir. Məsələn, burada görsüz bir neçə slot var, PCI slotu. Bura səs, şəbəkə, modem, TV kart kimi qurğular qoşulur. Səs kartı, şəbəkə kartı, modem, TV kart kimi qurğular qoşulur. Amma fikir versən, AGP slotundan bircə dənə veriblər. Deməli, bura ancaq bir qurğu qoşulur. O da hansı idi? Ekran kartı. Ekran kartına başqa nə demək olardı? Kompüter halında Qrafik. çox geniş. Video kart, qrafik kart, bəli. Ondan sonra burada RAM qoşulan slot var. Bu slota nə deyilirdi? Adı yadınızdaydı. DDR. Bəli, düzdür. DDR slotudur. Elə R'dən RAM sözünü yadda saxlamaq olar. Əməli yaddaşı qoşan slot. Yəni deməli slot nə imiş? Həmin bu daxili qurğuları ana plataya birləşdirən yuvalar imiş. Sonra kontroller. Kontrol sözünün mənası nədir? İdarə. Kontroller də idarəci mikrosxemlərdir. Başqa hansı qurğu üçün bu ifadəni işlətdim? Chipset üçün də bu ifadəni işlətdim, düzdürmü? Chipsetdə kontrollerin görə fərqi nədir? Kontrollerdə tərif belədir. Xarici qurğuların işini idarə edən və xarici qurğuları prosesorla əlaqələndirən mikrosxemlərdir. Burada deməli söhbət nədən gedir? Xarici qurğulardan. Amma chipset də söhbət nədən gedirdi? Daxili qurğulardan gedirdi. Ona görə yadınızda saxlayın ki, kontroller xarici qurğuları idarə edən mikrosxemdir, amma chipset daxili qurğuları, ana plat üzərindəki qurğuları idarə edən mikrosxemdir. Sonra portlar haqqında danışaq. Portlar ardıcıl və paralel ola bilər. Məsələn, LPT paralel. Məsələn, mən özüm tələb olanda da belə yadda saxlamışam. Həmişə P-dən bu paralel sözü yadımda qalırdı. LPT paralel portdur. COM ardıcıl portdur. Bu paralel porta printer, skaner qoşulur. COM ardıcıl portdur. Burada da M-dən yadda saxlayırdım ki, mouse-la modemi qoşulur. Sonra başqa hansı portlar var? Məsələn, heç bir yerdə hal-hazırda görməyəcəyiniz PC2 portu. Əvvəllər mouse və klaviaturanı qoşmaq üçündür. Sizcə indi mouse və klaviatura nəyə qoşulur? USB. USB-yə qoşulur, düzdür. Sonra DSAP, yəni Vega-da demək olar, HDMI, DVI. Bu portlara nə qoşulur? Görüntü ötürürsə bu portlar. Hansı qurğu qoşular sizcə bura? Monitor. Aysel, monitor və proyektor. Deməli uşaqlar, Vega, DSAP, HDMI, DVI görüntü ötürən portlardır. Görüntünü də biz hara ötürürük? Monitora, proyektora. Ona görə bunlar həmin qurğuları qoşmaq üçündür. USB-yə necə port deyirdik? Universal. Universal port deyirdik. Bu USB-yə maksimum neçə qurğu qoşa bilirdik? Yadınızdadır? 100 yox, 100. Düz 127 sənə. Bəli. 127 dənə qurğu qoşmaq olar, düzdür. Hansı qurğuları misal göstərə bilərsiniz USB-yə qoşulan qurğulardan? Əslində çox qurğu var. Deyə bilərsiniz. Mouse, klaviatura. Mən dediyimdən başqa bir şey deyil. Şey olur, flash kartlar. Olsun, flash kart. Sonra Kamera. Proyektor. Nə? Proyektor qoşmaq olmur məndən. Yo, Səlim, proyektor dedi ya, görüntü ötürən portlara qoşulur. Və biraz nələr qoşa bilərsiniz? Məsələn, printer, skaner, plotter, digitizer, ondan sonra mouse, klaviatura, sonra xaricdən qoşulan yaddaş qurğularının bəziləri USB ilə qoşula bilir. Sonra mikrofonları da həmçinin USB ilə qoşmaq olur. Sonra
Mikrofon yox idi, daha çox doğrusu qulaqçıqlar, mikrofon olmaz, qulaqçığı qoşmaq olur. Sonra keçək növbəti audio portlara. Audio portlara da qulaqçıq, mikrofon, səs çuvaldan kimi qurğular qoşulur. Sonra RJ45 var, şəbəkə portu. Bu şəbəkə portuna nələr qoşulur? Ethernet. Şəbəkədə qurğular qoşur, modem və ya da şəbəkədən gələn qurğular qoşmaq üçün istifadə edirik. Sonra rəqəmsal kameraları qoşmaq üçün IEEE 1294 portu var, ondan istifadə edə bilirik. Bu da belə. Açıq olaraq şinlər. Şinlər isə prosesor və yaddaş qurğuları, həm də periferiya qurğuların kontrollerləri arasında əmr siqnallarının və verilənlərin ötürülməsini təmin edən naqillər yığımına biz şinlər deyirik. Yəni qısaca şinlərdə açar sözünüz naqillər yığımı ifadəsidir. Oldu mu? Ana plata üzərindəki qurğulara əlaqələnir sistem şinləri. Bura İSA, PCI aid edilir. Əsas sistem şini deyəndə İSA-nı götürəcəksiniz. İSA-da verilənlər şini, ünvan şini və idarə şini kimi növləri var. Bu da belə şəkil. Beləliklə fərdi kompüterin tərkib hissələrini bitirdik. Qaldı bir dənə yaddaş qurğuları və periferiya. Bura qədər hər şey aydındır. Qaranlıq qalan bir şey yoxdur ki. Sualınız var? Yaxşı. Aydındır mənim. Laf yaxşı şəkil. Əsas oldu ki, aydındır. Yaddaş qurğularını da danışaq. Periferiyanı bəlkə heç danışmadım, asandır, evə verdim ola bilsin. Yaddaş da danışıb yekunlaşdıracağım. Uşaqlar, yaddaş qurğuları nədir? Ümumiyyətlə, yaddaş deyəndə hamının ağlına gəlir ki, informasiyanı saxlayan qurğu və səhv də düşünmürsünüz və düz düşünürsünüz. Amma bir şey gözdən qaçırdırsınız. Bu informasiyanı saxlamaq üçün öncə nə etməlidir? Qəbul etməlidir və digər yaddaş qurğularına ötürə bilməlidir. Ona görə yaddaş qurğularının 3 dənə funksiyası var. İnformasiyanın qəbulu, saxlanması və informasiyanın ötürülməsi. Və yaddaş qurğuların xarakteristikalarına keçək. Yaddaş qurğusunu deyəndə ağlınıza ilk gələn xarakteristika nə olur hamımızın? Ayşə, tutumu, həcm olur. Bu, onun əsas xarakteristikalarından biridir. Bundan əlavə, müraciət vaxtı, informasiyanın yazılış sıxlığı da yenə yaddaş qurğusunun əsas xarakteristikalarıdır. Həcm nədir dedik? Dedik, yadda saxlanıla biləcək informasiya maksimal miqdarıdır. Bəs müraciət vaxtı nədir? Biz informasiyanı yaddaşa yazırıq və bu yaddaşa yerləşdiririk və informasiyanın yaddaşa yerləşdirilməsinə müəyyən bir vaxt sərf olunur. Həmin informasiyanın yaddaşa yerləşdirilməsinə sərf edilən minimal, kafi vaxta müraciət vaxtı deyilir. Sonra yazılış sıxlığı var. Yazılış sıxlığı nədir? Yazılış sıxlığı vahidi bit bölünsün millimetr kvadratıdır. Yəni, vahid səthə yazılan informasiya miqdarına deyilir. Vahidini mütləq yadınızda saxlayın. Sonra yaddaş qurğuları funksiyon olaraq iki qrupa bölünür. Daxili və xarici yaddaş qurğuları. Yadınızda saxlayın ki, bu yerləşmə ilə əlaqəli bir təsnifat deyil. Bu funksiyonel olaraq yaradılmış bir təsnifatdır. Daxili yaddaş qurğularını birazdan öyrənəndə də görəcəksiniz ki, hər daxili yaddaş qurğusu kompüterin işi üçün zəruri olan bir əməliyyatı yerinə yetirməyə cavabdehdir. Deməli, onda başa düşürəm ki, daxili yaddaş xüsusilə kompüterin işini təmin etmək üçün, kompüterin işləməsi üçün nəzərdə tutulan bir neçə yaddaş qurğusudur. Hərəsinin öz işi var və prosesorla bilavasitə əlaqəli olur. Amma xarici yaddaş qurğuları istifadəçiyə xidmət edən yaddaş qurğusudur. Yəni, sizə xidmət edən yaddaş qurğusudur. Yəni, istifadəçinin endirdiyi proqramlar, yaratdığı fayllar, kompüterə köçürdüyü fayllar hamısı xarici yaddaşda saxlanılır. Çünki xarici yaddaş əsas işi informasiyanı daşımaq və uzun müddət yadda saxlamaq. Ona görə istifadəçi öz fayllarını harda daha güvəndə saxlayır? Xarici yaddaş qurğusunda. Çünki bilir ki, daxili yaddaş qurğusunun öz işi var. Onun sənə ayıracaq bir yeri və vaxtı yoxdur. Ona görə daxili və xarici yaddaş qurğuları bu şəkildə bir-birindən fərqlənir. İndi daxili yaddaş qurğularına bir-bir baxaq görək, kim nə iş görür. Əslində, bayaqdan adını eşidirsiniz, indi biraz detallı baxaq. Məsələn, registr. Registr haqqında biz hansı məlumatlara sahibirik? Bunun qrupu nədir? Bu şəklini gördüyünüz. CPU. CPU.
Deməli, registr harda yerləşirmiş? Prosesorda, mikroprosesorda yerləşir. Registr məlumatı saxlamır. Sadəcə nə üçün istifadə edilir? Emal üçün. Necə emal edilir? Bitlərlə emal edilir. Bitlərlə emal etdiyi üçün kiçik tutulmalıqdır, amma ən sürətli yaddaş qurulusudur. Həmçinin registr enerjidən asılıdır. Ümumiyyətlə, enerjidən asılılıq nə demək uşaqlar? Yəni, kompüter elektrik enerjisindən ayrılanda, o yaddaş qurulusunun içərisində nəsə saxlanılmışsa, heç nə qalmışsa, bu enerjidən asılıdır deməkdir. Xarici yaddaş qurğularında məsələn bu halına rastlaşmırsınız. Məsələn, sən tutan fleş-kartda şəkil yazın 5 il qabaq. 5 ildən sonra fleş-kartı kompüterə taxsan, o şəkillərə baxa bilirsənmi? Baxa bilirsən. Düzdür? Yəni demək ki, elektrik enerjisindən ayrılsa da oradakı məlumat silinmir. Bu deməli enerjidən asılı deyil. Enerjidən asılı o yaddaşdır ki, elektrik enerjisi kəsiləndə o yaddaşda nəsə saxlanılır. Məsələn, registr buna misaldır. Yəni elektrik enerjisi olmayanda registrdə də nəsə saxlanılır. Sonra keş yaddaş haqqında nə bilirik? Keş yaddaş prosesorun RAM-a müraciətini sürətləndirir. Ona görə o da kiçik tutma, yüksək işləmə sürətinə sahibdir. O da enerjidən asılıdır. Sonra RAM əməli yaddaşdır. Baxın, testlərdə əməli yaddaş, operativ yaddaş, müvəqqəti yaddaş kimi adlar görəcəksiniz. Bilin ki, hamısı nədir? Əməli yaddaşdır. Əməli yaddaş bəs nəyi saxlayır? Emal olunan verilənləri və icra olunan proqramları müvəqqəti yadda saxlayır. İndi emal sözünü həm registrdə eşidirsən, həm əməli yaddaşda eşidirsən. Fərqi nə oldu, tuta bildiniz? İkisində də emal sözü var idi. Biri emal edirdi, digəri emal eləyəni saxlayırdı. Düzdür, Rəhmə, əla. Registr sadəcə emal edir. Amma əməli yaddaş emal ediləni müvəqqəti saxlayır. Yəni bu qaydada fərqlənir. Məsələn, 2 il qabaq qəbul sualı kimi istifadə edilir. Sonra bu da enerjidən asılı olan yaddaşdır. Yəni elektrik enerjisi kəsiləndə orada məlumat saxlanır. Fikir vermisiniz, siz kompüterə telefon almağa gedəndə əməli yaddaşın nə olduğunu bilməsəniz də deyirsiniz ki, satıcıya RAM-ı yüksək olsun. Niyə deyirsiniz bunu? Çünki RAM sənin həm də icra olunan proqramlarını saxlayır. Məsələn, sən kompüterində çoxlu proqram xarici yaddaşda çoxlu proqram saxlayırsan. Amma hamısını istifadə etmirsən. Müəyyən anda müəyyən qədərini istifadə edirsən. Sənin açdığın hər proqram gəlir harda istifadə edilir? RAM-da istifadə edilir. Əgər RAM-ın tutumu böyük olmasa, o zaman daha çox proqramdan istifadə edə bilməyəcəksən. Həm də çox proqram istifadə etməyə cəhd göstərəndə kompüterdə donma olacaq. Çünki əməliyyat sistemi artıq əmrləri gecikdirəcək, o da donma ilə özünü göstərəcək. Ona görə də siz RAM-ın nə olduğunu bilsəz də, bilməsəz də deyirsiniz RAM-ın yüksək olsun. Əslində səbəb bununla bağlıdır. Çünki RAM nə qədər yüksəkdirsə, yüksək həcmli proqramları aça bilirsiniz. Məsələn, oyun proqramları da yüksək tutma malikdir. RAM aşağı olsa istifadə edə bilməyəsiniz. Yaxud da dizayn proqramları, bir çox proqram. Ona görə də RAM-ın yüksək olması bizim üçün önəmli bir detaydır. Keçək daimi yaddaşa, yəni ROM-a. Deməli, daimi yaddaşa sən məlumat yazmırsan. Məndən də heç kim biz yazmırıq məlumatı. Ora istehsal olunanda istehsal şirkət tərəfindən informasiya yazılır və bu dəyişdirilə silinə bilmir. Daha doğrusu ROM-a yazılan proqramlar toplusuna nə deyirik? BIOS deyirik. Bu BIOS-un adını testlərdə çox görəcəksiniz, diqqətən lazım. Açılışı Basic Input Output sistemidir, yəni giriş-çıxışın baza sistemidir. Bəs bu BIOS nə iş görür? Yadınızdadır BIOS-un funksiyaları. Ayarları özündə saxlayır deməli səhv eləmirəmsə. Əməliyyat sistemi yüklənməmişdən qabaq əvvəlcə o yüklənirdi, onu yoxlayırdı, daha sonra yüklənirdi deyəsən. Nəyi yox, düz deyirsən, Rəhmə. Sadəcə nəyi yoxlayırdı? Qurğuları yoxlayır, sonra əməliyyat sistemini yükləyirdi. Bəli. Deməli, kompüter işə düşəndə, yəni sən power düyməsini sıxdın və birdən bir əməliyyat sistemi gələnməz, bir düşün. Bu əməliyyat sistemi xarici yaddaşda yerləşən proqramdır. Bu əməliyyat sistemindən nətər siqnal getdi ki, bu əməliyyat sistemi açıldı? Deməli, burada əlavə bir vasitəçi lazımdır. Bu vasitəçi BIOS-dur. Bax, kompüter sən işə salanda öncə texniki qurğular yoxlanılır, texniki bir baxış olur.
Görür nasazlıq yoxdur, yəni kompüter açılmağa uyğun vəziyyətdədir. Daha sonra gedir əməliyyat sisteminə, xarici yaddaşdan RAM-a yükləyir və sən daha sonra artıq kompüterin işə düşdüyünü görə bilirsən. Yəni BIOS həmin bu mərhələdə istifadə edilir. Sonra CMOS. CMOS vaxtı, tarixi, parolu, konfiqurasiyanı yadda saxlayan yaddaş qursudur. Bunda öz batareyası olur. Məsələn, masaüstü kompüterlər bilirsiniz də, onların batareyası olur. Onlar elektrikə qoşulur, sonra istifadə edilir. Elektrikdən ayrılanda da istifadə edilmir. Düzdürmü? Həmin bu qurğularda, məsələn, 2 ay kompüter işlətmə, amma açanda görürsən ki, tarix falan hər biri yerli yerindədir. Bəs bunun niyə yerli yerindədir? Çünki kompüter elektrik enerjisindən ayrılmış olsa belə, CMOS-un öz batareyası var və öz elektrik enerjisini buradan təmin edir. Ona görə də kompüter uzun müddət işləməsə belə, vaxt, tarix, parol yerində qalır. Səbəbi CMOS. CMOS-un batareyası. Ondan sonra video yaddaş isə video görüntüləri yadda saxlamaq üçün nəzərdə tutulan yaddaş qursudur. Yəni monitorda əks olunan video görüntüləri, ekranda əks olunan qrafik görüntülər video yaddaşda saxlanılır. Bu da video adapter daxilində olur. Bu da digər adı VRAM-dır. Bu da RAM kimi enerjidən asılıdır. O da müvəqqəti yaddaşdır. Beləliklə də taxılı yaddaş qurğularını yekunlaşdırdıq. Xarici yaddaş qurğularından isə uzun danışmayım. Xarici yaddaş qurğularının hamısı eyni işi görəcək uşaqlar. Hamısı informasiyanı uzun müddət yadda saxlamaq, daşımaq üçündür. Sadəcə sürətinə və tutumuna görə fərqlənir. Məsələn, elastik disk. Elastik disk tutumu çox aşağıdır. 1,44 MB-dir. CD, DVD disk. Bunlar adlanır optik disklər. Bu optik disklər CD 650-700 MB arasında olur həcmi. DVD 4,7-17 GB arasında olur. Sadəcə tutumlarına görə fərqlənir. HDD SSD ikisi də böyük tutumlara malik yaddaş qursudur. Terabayt ölçülür. Bəs bunlar bir-birindən necə fərqlənir? Bunlar bir-birindən sürətlərinə görə fərqlənir. HDD hard disk fırlanır daha yavaşlı sürəti. Həmçində səsli işləyir və zədəyə davamsızdır. Amma SSD günümüzün tələblərinə uyğun olaraq daha sürətli olur, daha səssiz işləyir və zədəyə davamlıdır. Yəni öz aralarında bu şəkildə bir-birindən fərqlənir. Və belə. Periferiya qurğularını da özünüz öyrənərsiniz rahatdır. Yəni monitor nədir, klaviatura nədir, printer sistemi nədir, bu haqqda danışılır.